Salam, sabahınız xeyir olsun, hörmətli tamaşaçılarımız. Xəbərlərin saat 9 buraxılışı efirdədir. Ölkə və dünya gündəmində nələr baş verib? Saatın qısa xəbər başlıqlarından sonra təfərrüatı ilə davam edəcəyik. İran İsrailə aid hansı məxfi sənədlər ələ keçirdi? Rəsmi Tehranla Təl-Əviv arasında gərginlik pik həddə. Amerika Birləşmiş Ştatları Ukraynaya yardımları dayandırır. Zelenskidən Trump administrasiyasına qarşı ittiham. Rusiyadan ölkəmizə idxal olunan məhsullarda problem var. Qida Təhlükəsizliyi Agentliyi məlumat yaydı. Azərbaycan Suriyada növbəti xeyriyyə aksiyasını həyata keçirib. Qurban Bayramı münasibəti ilə təşkil olunan yardım fəaliyyəti müharibədən əziyyət çəkən yüzlərlə ailəni əhatə edib. Aksiyanın detalları barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Azərbaycan tərəfindən Suriyada növbəti xeyriyyə aksiyası keçirilib. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Müqəddəs Qurban Bayramı münasibəti ilə bu ilin 7-8 iyun tarixlərində Suriyanın böyük dağıntılara məruz qalmış Dəməşq ətrafı, Homs və Homs ətrafı vilayətlərində Azərbaycan xalqından qardaş Suriya xalqına ən səmimi təbriklər şüarı altında yardım fəaliyyəti təşkil olunub. Azərbaycanın Suriyadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı, habelə Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin müvafiq dəstəyi ilə müharibədən əziyyət çəkmiş 320 ailəyə qurban əti paylanıb. Xeyriyyə aksiyasının təşkil olunmasında Suriyanın Həyat Fondu, eləcə də Səvaidul İhsən və Bəsmatu Həyat adlı könüllü qrupları da iştirak edib. Ərəb, Türkman, Çərkəz və Ələvi əsilli ailələri əhatə edən xeyriyyə aksiyasının ilk günü Dəməşq ətrafı vilayətinin qərbi və şərqi Quta rayonlarında, növbəti gün isə Homs və Homs ətrafı vilayətlərində baş tutub. Həmin ailələrin böyük əksəriyyətini uzun sürən vətəndaş müharibəsi nəticəsində ərlərini itirmiş çoxuşaqlı qadınlar təşkil edib. 2 gün ərzində təxminən 1500 insan sözgedən yardım fəaliyyətindən faydalanıb. Ukrayna prezidenti Volodimir Zelenski Amerika Birləşmiş Ştatlarına qarşı raket tədarükü ilə bağlı ciddi ittiham irəli sürüb. Zelenski bildirib ki, Biden administrasiyası ilə şahid pilotsuz uçuş aparatlarına qarşı mübarizə məqsədi ilə Ukraynaya 20.000 raketin verilməsi barədə razılıq əldə olunsa da, həmin raketlər Donald Trump'ın prezidentliyi dövründə yaxın şərqə göndərilib. Ukrayna lideri həmçinin Birləşmiş Ştatların ölkəsinə yardımı dayandıracağı halda baş verəcəklər barədə xəbərdarlıq da edib. Biz Biden administrasiyası ilə şahidlərlə mübarizə aparmaq üçün Ukraynaya 20.000 raket tədarükü barədə razılığa gəldik. Lakin Donald Trump'ın prezidentliyi dövründə həmin raketlər yaxın şərqə göndərilib. Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski ABC News-a müsahibəsində bildirib. Biz Amerika Birləşmiş Ştatlarının əvvəlki administrasiyası ilə razılaşdıq ki, şahidlərlə mübarizə aparmaq üçün Ukraynaya 20.000 raket tədarük etsin. Bu, ucuz və xüsusi texnologiya idi. Biz onlara güvənirdik. Lakin Amerika Birləşmiş Ştatları indi bu raketləri yaxın şərqə göndərmək qərarına gəlib. Bugün səhər Müdafiə naziri mənə dedi ki, Amerika Birləşmiş Ştatları raketləri yaxın şərqə göndərib, deyə Ukrayna prezidenti vurğulayıb. Volodimir Zelenski eyni zamanda Birləşmiş Ştatların Ukraynaya yardımı kəsiləcəyi halda Rusiyanın qələbə şansının yüksələcəyini qeyd edib. Amerika Birləşmiş Ştatlarının yardımı olmasa, Rusiyanın qələbə şansı daha yüksəkdir və Ukrayna ağır itkilər verəcək. Volodimir Zelenski Rusiyanın hava qüvvələrinə endirilmiş zərbələrdən də danışıb. O bildirib ki, Ukrayna Rusiyanın strateji hava qüvvələrinin 34%-ni, yəni mülki əhaliyə hücum edən 41 reaktiv təyyarəni məhv edib. Ukrayna lideri bu əməliyyatın ucuz dronlarla həyata keçirildiyini və Rusiyaya 7 milyard dollardan çox ziyan vurulduğunu da qeyd edib. Biz onların strateji hava qüvvələrinin 34%-ni, xüsusən də mülki infrastrukturumuza, insanlara, uşaqlara hücum etmək üçün istifadə etdikləri reaktiv təyyarələri məhv etmişik. Onlar çoxlu sayda vətəndaşlarımızı öldürüblər. Söhbət yüzlərlə yox, minlərlə insandan gedir. Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski ABC News-a müsahibəsində bildirib. Zelenski 41 reaktiv təyyarəni məhv etdiklərini və Rusiyaya 7 milyard dollardan çox ziyan dəydiyini vurğulayıb. O, bu hücumu ucuz dronlarla reallaşdırdıqlarını söyləyib. Sürücülərin bu əməliyyat barədə məlumatının olub-olmadığı barədə suala Ukrayna prezidenti, onlar heç nə bilmirdilər, bunun nə vaxt reallaşacağından xəbərləri yox idi. Çünki nə olacağını bilmirdilər. Bunun çox önəmli olduğunu düşünürəm deyə cavab verib.
Yaxın Şərqdə casusluq gərginliyi yeni mərhələyə keçir. İranın kəşfiyyat orqanları İsrailin nüvə proqramına dair minlərlə məxfi sənəd və strateji məlumatı ələ keçirdiyini bəyan edib. Ölkə mediası sənədlərin həcmi və ötürülməsinin məxfi xarakter daşıması səbəbi ilə bu məlumatın indiyədək açıqlanmadığını bildirir. İran tərəfi sənədlərin yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcəyini də vəd edir. İsrail isə hələlik bu iddialarla bağlı susur. İranın kəşfiyyat orqanları İsrailin nüvə proqramına dair minlərlə məxfi sənəd və strateji məlumatı ələ keçirib. Bu barədə İran mediası məlumat yayıb. Sənədlərin həcmi və onların təhlükəsiz şəkildə ötürülməsi məqsədi ilə İran indiyədək bu barədə susmağa üstünlük verib. Bu sənədlər qədər onların İrana ötürülməsi də önəmlidir. Ona görə də sənədlərin ötürülməsi məlumatlarını da qoruyuruq. Məhz bu səbəbdən onların tam təhlükəsizlikdə olduğuna əmin olmamız üçün açıqlanması vaxt apardı. Təbii ki, sənədlərin ötürülməsi yolları məxfi olaraq qalacaq. Bu məlumatlar yaxın vaxtlarda açıqlanmayacaq, amma sənədlərin özlərini Allahın köməkliyi ilə yaxın vaxtlarda dərc edəcəyik. İran bütün nüvə sənədlərini əldə edib. Əldə etdiyimiz sənədlər sırasında həmçinin Amerika Birləşmiş Ştatları, Avropa və digər ölkələrlə əlaqələrə dair sənədlər və ölkənin strateji gücünə güc qatacaq kəşfiyyat məlumatları da var. Qeyd eləyək ki, İsrail tərəfi İranın bu iddialarına rəsmi reaksiya verməyib. The Times of Israel isə yazır ki, son illərdə İranın kəşfiyyat xidmətləri sadə İsrailliləri casus kimi cəlb etmə səylərini artırıb. Təkcə ötən ilin dekabrında İrana işləməkdə ittiham olunan 30-a yaxın İsrailli saxlanılıb. İddialar bölgədə gərginliyi daha da artıracaq yeni casusluq qalmaqalının başlandığını göstərir. Kolumbiyanın mərkəzində 6,8 magnitudalı zəlzələ qeydə alınıb. Yerli medianın məlumatına görə yeraltı təkanların epitsentri Villavicencio şəhərindən 73 km şimal-şərqdə, ocağı 10 km dərinlikdə yerləşib və epitsentrdəki intensivliyi əsasən dağıdıcı olaraq qiymətləndirilir. ABŞ-nin geoloji xidməti isə zəlzələnin magnitudasını 6,3 bal qiymətləndirilib. İtkilərlə bağlı məlumat verilməyib. Rusiya istehsalı olan qida məhsullarında aşkar edilən uyğunsuzluqla bağlı məlumat yayılıb. Bəs bu məhsul partiyası ölkəmizə idxal olunubmu? Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi açıqlama verib. Rusiya Federasiyasının istehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə federal xidməti tərəfindən bu ölkədə istehsal olunan Papa Mojet əmtəyi nişanlı 23 aprel 2025-ci il istehsal tarixli sosis məhsulu partiyasında uyğunsuzluq aşkarlanması ilə bağlı məlumat paylaşılıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib. Akta bildirir ki, məlumatda qeyd olunan məhsul partiyası ölkəmizə idxal olunmuyub və bu əmtəyi nişanlı digər məhsul partiyalarının idxalı zamanı aparılan müayinələr nəticəsində hər hansı uyğunsuzluq aşkar edilməyib. Agentlik ölkəmizə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirlərini davam etdirir. Goranboyda azyaşlı piyadanın xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qadın sürücünün idarə etdiyi avtomobil 11 yaşlı qızı vurub. Hadisəni törədən sürücünün həkim olduğu bildirilir. Goranboyda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 11 yaşlı piyada yolu qarşı tərəfə keçmək istəyərkən qadın sürücünün idarə etdiyi minik avtomobili onu vurub. 08.06.2025-ci tarixində saat 11:05 radələrində Goranboy rayonunda baş verən yol nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2014-cü il təvəllüdlü azyaşlı Goranboy rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Ona alın və təpə nahiyəsinin hematoması, qarın və diz nahiyəsinin sıyrılmış yaralar diaqnozu təyin edilib. Hazırda pasiyentin müalicəsi xəstəxananın təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır stabil olaraq qiymətləndirilir. Qeyd edək ki, rayon ərazisində baş verən qəzanı törədən qadın sürücünün Goranboy mərkəzi xəstəxanasında həkim işlədiyi bildirilir. Baş verən hadisə ilə bağlı araşdırma aparılır.
Abbasqulu Ağa Bakıxanov Azərbaycan tarixində böyük iz buraxan bu görkəmli şəxsiyyətin Əmircan qəsəbəsinə yerləşən evi heç də onun adına layiq şəkildə saxlanılmayıb. Acınacaqlı vəziyyətə düşən ev hər an uça bilər. Maraqlısı isə odur ki, sözügedən mənzil mədəni irs nümunəsi hesab olunur. Maraqlıdır, bəs mədəni irsimizə niyə belə laqeyd münasibət göstərilib? Əməkdaşlarımız araşdırıb izləyək. Biz qorxuruq burada yaşamağa. Hər gündə ses gəlir, yəni evdən çat səsləri gəlir də, elə bir ki, daşlar da küçədən tökülür. Əmircan qəsəbəsində yerləşən tarixçi alim Abbasqulu Ağa Bakıxanovun doğulub böyüdüyü, yaşayıb yaratdığı ev qəzalı vəziyyətdədir. Bina hər an uça bilər. 4 əsrdən çox yaşı olan evin zirzəmisi də qəzalı vəziyyətdədir. Deyilənə görə bura bir zamanlar at tövləsi olub və daha sonra üzərində ev inşa edilib. Hazırda daşlar tökülməsin deyə belə bir üsula əl atıblar. Taxta parçalarından istifadə ediblər ki, daşlar yerə dağılıb tökülməsin. Abbasqulu Ağa Bakıxanovun nəslindənəm. Aşağısı hardasa 13-cü, 14-cü əsr Nizaməddin məscidlə eyni yaşdadır. Yuxarı hissəsi də 1794-cü ildəndir. Bura atların tövləsi olub. O vaxt bura mərkəz olub. Buradan insanları haca göndərilərmiş. Burada otaqlar da var. Uçulu sökülüb, yeri qalıb orada. Həyətdə otarır. Buradan yeraltı yol da var. Nizaməttin məscidinin altına. Oradan da gedir, çıxır Qız qalasına. Bir də Bakıxanovda mağara var, ora çıxır. Üstü bağlanıb, indi o qazıb açıqlara çıxar. Dəfələrlə Mədəniyyət Nazirliyinə, əlaqədar qurumlara, icra hakimiyyətinə müraciət eləmişik, amma bir nəticəsi olmamışdır. Bərpa işləri görməyə, dəyişməyə qoymurlar, imkan vermirlər. Mədəniyyət Nazirinə deyiblər, oraya əl vurub dəyişə bilməzsiniz, ona görə də qalıb belə. Az qala tarixə qovuşan tarixi binanın vəziyyəti ilə bağlı Mədəniyyət Nazirliyinə müraciət ünvanladıq. Qurumdan bildirildi ki, sözügedən ev tarixi abidə kimi dövlət qeydiyyatında deyil. Yeni aşkar olunmuş abidə kimi qeydə alınıb və siyahıya daxil edilməsi nəzərdə tutulur. Qanunvericiliyə əsasən şəxsi mülkiyyətdə olduğu üçün mülkiyyətçinin vəsaiti hesabına təmir bərpa olunmalıdır. Hərçənd evin sahibi binaya müdaxilə edilməməsi ilə bağlı xəbərdarlıq olunduğunu deyir. Hansına inanaq bilmədik. Amma yaşı 4 əsri ötən bu binanın təmir olunması həm də digər sakinlərin təhlükəsizliyi baxımından vacibdir. Belə hörmətli tamaşaçılarımız, bu saata çatdıracaqlarımız bu qədər. Bizi Baku TV saytından və sosial şəbəkə hesablarımızdan izləyə bilərsiniz. Eyni zamanda qaynar xəttimiz sizi maraqlandıran və narahat edən mövzularla bağlı daim aktivdir. Ekranda gördüyünüz frekansları yığmaqla isə bizi kabel yayımında da izləyə bilərsiniz. Saat 12-dən təkrar görüşənədək hələlik.